Ağarttı saçlarımı evlad etkisi ananın, kararttı dünyasını evlad etkisi ananın. Kurban etti torpağına vətənin evladını. Şagirdlər və hörmətli qonaqlar, bugün biz bura məktəbimizin adını daşıdığı Şəhid Faiq Rızayevin 50 illik yubileyine toplaşmışıq. Bugün burada bir gibi gösterdik. O vətəni uğrunda həyatını qurban verdi, adını tarixə yazdı. Tədbirimizi açıq elan edirik. Azərbaycan Respublikasının dövlət bayrağı gətirilir. Sola dön. Vətənə, düşmənə, döyüşə, Qarabağ, bizimdir. Qarabağ, Azərbaycandır. Yaşasın, Azərbaycan. Yaşasın, Azərbaycan. Yaşasın, Azərbaycan. Azərbaycan, Azərbaycan. Azərbaycan Respublikasının dövlət himni səslənir. Allah rəhmət eləsin. Sola dön. İleri altında. Koş. yıl 13 Mart mülayim bir yaz günüydü. Rızayevlər ailəsi üçün həyatan yaşanırdı. Ama onların hayatında bugün önemliydi. Ailenin ilk övladı dünyaya göz açırdı. Bugün Ruhsarı ananın aylarca gözlədiyi oğul babası dünyaya gəlirdi. Sevinclə, həyəcanla gözlədikləri payı gələcək əskəri, vətəni uğrunda canından keçən şəhidi. 5-ci sinifdən başlayaraq 150 nömrəli məktəbin Rus bölməsində fəaliyyət təhsilini davam etdirmişdir. Uşaqlıq illərində musiqi ilə məşğul olurdu.
Hələ uşaqkən idmana çox həvəs göstərirdi. Karateni çox sevirdi. 1992-ci ildə məktəbi bitirən zaman vətənimiz müharibə şəraitində idi. O hər gün onlarla əsgərimiz vətənimiz uğrunda şəhid olurdu. Hər gün bir ana göz yaşı qalırdı və vətən sağ olsun deyirdi. Anası qədər əziz sandığı vətənin təhlükəli olması Faiqi bir anda dinç qoymurdu. Xocalı, Şuşa, Laçın faciələrindən sonra düşmənə nifrətli dağ-dağdan Faiq milli orduya yazıldı. Məktəbi bitirdikdən sonra Faiq və may ayında milli orduya yazılaraq hərbi xidmətə getdi. Əvvəlcə daxili qoşunların en sayılı hərbi hissəsində qulluq edən Faiq, sonra Füzuli rayonuna, Horadiz SMS-ə göndərilmişdi. Faiq bazarlı dövlü kimi fərqlənirdi, hamının hörmətini qazanırdı. Horadizdə qulluq edərkən bütün vətənpərvər və igid əsgərlərimiz kimi Faiq burada da 6 nəfərlik heyətlə cəsur əsgərlərdən ibarət kəşfiyyat dəstəsi təşkil olunurdu. Bu dəstənin tərkibində Faiq də vardı. Bu kəşfiyyat dəstəsi dəfələrlə düşmən tərəfdən qiymətli məlumatlar əldə etmiş, qulluq etdikləri hərbi hissənin müvəffəqiyyətli döyüşlərində dəfələrlə iştirak etmişdilər. Hörmətli kəşfiyyat zamanı dəstə əvvəl mühasirəyə düşür. Mühasirədən çıxmağa çalışan dəstə mühasirəyə düşən dəstə döyüşlər mühasirədən çıxmağa çalışır. Bu zaman dəstədən 4 nəfər həlak olur. Qalan 2 nəfər bir gün sonra hərbçilərimiz tərəfindən mühasirədən çıxarılır. Bu 2 nəfərdən biri Faiq idi. Vəziyyətlərinin ağır olduğunu nəzərə alaraq yaralıları Bakı Yazıqlı xəstəxanasına gətirirlər. Lakin burada Faiqi xilas etmək mümkün olmur. Gülün çiçəyi ilə, təzə arzuları istəkləri ilə gəlirdi bu yaz. Lakin Faiqi bu yaz sənədindən xəbəri yox idi. Çünki biraz öncə o əbədiyyətə qovuşmuşdu. Yazın ilk günündə dünyaya göz açan Faiq 1994-cü il 22 mart şəhidlik zirvəsinə ucaldı. Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevin 2014-cü il 8 mart tarixli 329-cu nömrəli sərəncamı ilə Rızayev Faiq Hüseynoğlu igidliyə görə medallar təltif olunmuşdu. Tariximizin hər səhifəsində şəhidlərimizin iz var. Onlar yalnız bir ailənin deyil, bütün bir xalqın qəhrəmanıdır. Bu gün və fədakarlığını bir daha xatırladıq. Onun göstərdiyi igidlik bizə dərsdir. Vətən uğrunda yaşamaqla ölmək keçirək, ruhları şad olsun. İndi isə sözü veririk məktəbimizin direktoru Pərvanə xanım Səfərovaya. Hörmətli tədbir iştirakçıları, hörmətli Yasamal rayon İcra Hakimiyyətinin başçısının müavini Fərabət xanım və İcra Hakimiyyətinin nümayəndələri, hörmətli şəhid anası və bütün şəhid anaları, hörmətli daxili qoşunların əskərləri, hər birinizi məktəbimizdə görmək bizim üçün çox şaddır və sizin hər birinizi salamlayırım. Bugün burada Faiq Rızayev adına 150 nömrəli məktəbdə əziz vətənimizin qəhrəman övladı, şəhidimiz Faiq Rızayevin 50 illik yubileyinə toplaşmışıq. Bu sadəcə bir yubiley deyil, bu vətənə sədaqətin, qəhrəmanlığın, fədakarlığın anıdır. Faiq Rızayev öz həyatını torpağımızın azadlığı, millətimizin əmin-əmanlığı naminə fəda etdi. Onun adı bu məktəbə verilərkən bizə bir öhdəlik də verildi. Onun adını yaşatmaq, gələcək nəsillərə tanıtmaq və öyrətmək. Məktəbimizin hər bir şagirdi, müəllimi bir adla qürur duyurlar və onun həyat yolu ilə tanış olmalıdırlar. Biz bu məktəbdə təkcə dərs geçmirik, həm də vətənpərvərlik öyrədirik, tariximizi yaşadırıq, şagirdlərimizi şəhidlərimizə tanıdırıq, şəhidlərimizi şagirdlərimizə tanıdırıq. Onları gələcəyə milli ruhda yetişdirməyə çalışırıq. Əziz şagirdlər, üzünü tutaraq məktəbin şagirdlərinə səslənmək istəyirəm. Unutmayın ki, sizin təhsil aldığınız məktəb bir qəhrəmanın adını daşıyır. Bu həm şərəfdir, həm də məsuliyyətdir. Gələcəkdə
Siz də bu vətənə layiqli övladlar olmağı Fahizə kimi dürüst, cəsarətli və məsuliyyətli bir vətəndaş kimi yetişdirilməlisiniz. Bilirik ki, hər tədbirimizdə olduğu kimi bu tədbirimizdə də ən baş yerdə, ən uca yerdə bizim şəhidimizin anası Muxtarə anadır. Gözəl ana, biz bilirik ki, övladını torpağa tapşıran ananı heç vaxt yarası sağalmır. Hər gün günü-günündən davranır, günü-gündən artır. Amma o siz bilə bilərsiniz ki, siz təkcə bir ana deyilsiniz. Siz bir qəhrəmansınız, bir millətin fəxr etdiyi bir olğun anasısınız. Həqiqətən də bu günləri sizin evladınızın doğum gününü biz bilirik, sizin üçün nə qədər əziz olur. Şəhid analarının bayramı olmur. Amma şəhid analarının günü olur, fərq günü olur. Vallahi balalarının doğum günü. Onlara biz minnətdarıq. Siz bizim başımızın tacısınız ki, bu cür oğlanlar yetişdirmişsiniz. Biz bu günləri azad yaşayırıq. Bütün torpaqlarda yaşayırıq və çox minnətdarıq hər birinizə. Siz, Allah sizə can sağlığı, uzun ömür arzu edirik. Və istəyirik ki, həqiqətən də siz bu gününüzü 50 bundan qabaq nə qədər sizin üçün bugün xoş keçir, xoş niyyətlərlə gözləmişsiniz, xoş hisslərlə gözləmişsiniz. Bugün də o qururla, o hisslə yaşayın. Çünki siz ən uca zirvədəsiniz ana, ən uca. Biz hər birimiz sizin qarşınızda baş əyirik. Hər birimiz sizin can sağlığı arzulayırıq. Kiçik bir ana olmaq münasibəti ilə də istəyirdik ki, sizə təbrik edək və gələn qonaqlarımızda əgər icazə verərsinizsə, tədbirdən sonra, uşaqlarımızın çıxışından sonra öz çıxışlarımızı edib, həm uşaqlarımızın, şagirdlərimizin fayda, şəhidlərimizə, sizə qarşı olan hörmətimizi, izzətimizi göstərmək istəyirik. Siz baxıb tarix haqqında da gözəl sözlərinizlə və bizim onun adını daşıyan məktəb haqqında da sözlərinizlə, fikrinizlə paylaşmamızı istəyərdik. Təşəkkür edirəm hər birinizə. Şagirdlərine verək. Şehit anası, tarih yalnız senin değil, bütün Azerbaycan'ın qəhrəmanlığı. Vətəni üçün canından keçən qəhrəmanı, vətəni üçün hər şeyi
ki oğlun dünyadan götür. Senin oğlun şehittir. Ama şehitler ölür. Şehitler kalbimizde yaşıyor. Tarihin şanlı sayfelerinde yaşıyor. Her gün gurur duyuram. Her gün sevirəm. Ama bugün başka bir his var. Ah, babamın elliydi. Anam, Her gün babamın sesi eşittim. anam. Bu sesleşmenin işini bilmem. Siz de eşitiz. Oğlum buradadır. Anam. Hayır. Oğlum. Canım. Sen bir sesime kurban ama. Sen ne diyeceksen. Ana şehitler ölür akı. Şehitler yaşlıyor. Senin arzuların var. Aile təhsil alacaq. Məktəb bitirəcək. Ana, mən senin xəyal etmədiyin zirvələrə yüksəlmişəm. Məktəb işləyə bilməsən də, adımın aşağı məktəbdə minlərlə gir geçir. Ana, 20 il mənimlə keçirsən də, 30 ilini bütün Azərbaycan xalqı ilə, bütün millətimlə keçirirəm. Qürurdur, fəxr edər. Sənin babanın ilk ölümünü bütün analar, bacılar qeyd edir. Getmə. Dayan. Ana, mən keçliyirəm. Mənim öz dostlarım da buradadır. Gülümxar, Səttar, Akif, hardasınız? Biz ölməmişik. Ölümsüzlük zirvəsini utanmışıq. Başını qürurla dik tutana. Çünki sən şəhid anasısan. Ana, Faik ve biz, minlərlə şəhid qardaşımız, cismən sizinlə olmasaq da, ruhən hər addımda bütün şəhid Allah'ın yanındayıq. Bugün ruhumuz azadlıq tapır. Çünki uğrunda canımızdan keçdiyimiz vətən torpağı artıq azaddır. Qanımıza boyanan Azərbaycan bayrağı bu torpaqlarda dalgalanır. Biz ölməmişik, yaşayır. Salam, şəhid anası. Mən də sənin bir baban. Olmasam da qəhrəman, əlbəcər adam. Sənin oğlun tapşırır, səni mənə yol alır. Məhz onun sayəsində ordumuz zəfər salır. Salam, şəhid atası. Sən necə də qürurlusan. Dağ boyda oğlun gedir, yenə də dik durursan. Ağappaq saçlarından nur saçılır, nur atar.
Qonaqlarımız, mən düşünürəm ki, şəhid analarımıza və bizim məktəbin müəllimlərinə, kollektivinə öz ürək sözlərini demək istəyənlər var və bunlardan ilk öncəsi Yasamal rayonu İcra Hakimiyyətinin başçısının müavini Tərəvət xanım Muradova. Əziz şagirdlər, müəllimlər, hərbçilər, hörmətli Pərvanə xanım, xanımlar və cənablar, əziz başımızın tacı olan şəhid analar, Yasamal rayonu Hakimiyyətinin məsul əməkdaşları. Sizin hamınızı Yasamal rayonu Hakimiyyətinin başçısı çox hörmətli Şah Həsənin adından salamlayıram və bugün hamınız rayonumuza xoş gəldiniz deyirəm. Bugün Faik Rızayev'in 50 illik yubileyine yılışmıştır. Faik'in 50 illiği bizim zəfərimizin 5 illiği ilə üst-üstə düşür. Və belə bir möhtəşəm tədbirdə hamınızı görmək doğrudan da xoşdur. Mən üzrü tuturam uşaqlara, bu tədbirdə əziyyəti keçən hər bir kəsə, onların müəllimlərinə, rəhbərlərinə, piyanoda ifa edən musiqi müəlliməsinə çok sağ olun. Biz çok sevinirik ki bu bir adi bir tədbir deyildi. Bu əsl vətən dərsidir. Və arzu edirəm ki bu vətən dərsindən hər bir məktəbdə olsun. Hər bir məktəb rəhbəri, müəllimlər, şagirdlər bax beləcə tez-tez bu zəfərimizi xatırlasınlar, doya-doya yaşayaq. Çünki sevinci nə qədər paylaşsaq o qədər çoxalır. Rüxsarə ana, Faik'in yeri cənnətdir, bilirsiniz. Onun indi ruhu şaddır. Onun vaxtı ilə ilklər sırasından olub, özündə o qəhrəmanlığı tapıb, hünəri tapıb, o torpaqlara qədəm bastırır. Ağır bir dönəmdə, çətin bir dönəmdə. O günlər, o vaxtlar, onun o necə deyərlər, qəhrəmancasına döyüşür. Həmin torpaqlarda indi lalələr atır. Çünki torpaq da azaddır, torpaq da şaddır, onların ruhu da dincəlir. Bizə bu günləri yaşadım.
Cənab Ali Başkomandan İlham Əliyevə, bütün əskərlərimizə, qəhrəman şəhidlərimizi yetişdirən bütün analara, başımızın tacı olan bütün analara sonsuz minnətdarlığımızı bildiririk. Allah qazilərimizə can sağlığı versin. Tezliklə öz şəfalarına qovuşsunlar və bir daha Allah bizə müharibə göstərməsin. Azərbaycan xalqı həmişə belə xoş güzaran, aydın səma, açıq səma altında. Hələ bizim xoş günlərimiz qarşıdadır. Cənab İlham Əliyevə rəhbərliyi altında hələ gözəl qələbələr bizi gözləyir. Biz əminik buna, inanırız. Allah xalqımızı, dövlətimizi, dövlətçiliyimizi qorusun. Allah Ali Başkomandanımızı qorusun. Pərvanə xanım, sizə təşəkkürümüzü bildiririk. Belə bir gözəl tədbirə ev sahibliyi etdiyinizə görə. Biz bilirik ki, sizin kontingentinizin də sayı azdır. Digər məktəblər kimi resurslarınız bol deyil. Şagirdlərimizin də sayı azdır. Amma bugün burada bu şagirdlərin gözəl, möhtəşəm çıxışına görə uşaqlar, sizə rayon icra hakimiyyəti adından öz təşəkkürümüzü bildiririk. Sizə də dərslərinizdə uğurlar və arzu edirik ki, hər biriniz vətən sevdalısı olun, vətənin hər bir daşını sevib, xaricə təhsilə oxumağa gedəndə layiqincə Azərbaycanımızı təmsil edəsiniz və qələbəmizdən çoxlu danışın. Sağ olun. Gözəl sözlərimiz üçün evlatlarımızı, şagirdlərimizi ruhlandırdığınız gün mən özümdə bütün kollektivə, şagirdlərimizə öz minnətdarlığımı verirəm. Çox sağ olsunlar. Zaten biz başqa cür ola bilmərik, çünki bizim məktəb Faiz Rızayevin adını daşıyır. Bizim şagirdlər başqa cür ola bilməzdir. Çıxış etmək istəyən qonaqlarımızdan kim çıxış etmək istəyirsə, zəhmət olmasa öz ürək sözlərini demək istəyən kimsə varsa, böyük məmnuniyyətlə qulaq assa dinləyəsiniz. Sadık Hanım və tədbir işçiləri, gözəl şagirdlər, məktəbi direktoru, mənim hərbi yoldaşlarım, veteranlar, bugün qurluq edənlər, hər birisi bərdə salamlayıram. Azərbaycan xalqı demək olar ki, 30 mindən biraz da çox şəhid verdi. 92, 91-dən ümumiyyətlə 88-dən başlayan hərəkətdə 94-də may ayının 15-də ateşkəs olduğuna baxmayaraq, ateşkəsdən sonra da nə qədər dinc əhalimiz, hələ hərbiçilərimizi qoyaq bir yana, dinc əhalimizi qırdılar, mənfur qonşular, mənfur düşmənlərimiz. Şəhid anası, sizin mənim bacım kimi, hər bir şəhid anası bizim bacımızdır. Azərbaycan xalqı çox, xüsusən şəhid anaları, qəhrəman, oxunun əskər anaları çox göz yaşlar tökdülər. Allah'tan razı budur ki, daha göz yaşları bizdə sevinç yaşlarına çevrilsin və qəbirstanlıqda Allah rəhmət eləsin. Faigin qəlbi üstündən ürək sözlərimizi dedik. Orada da mən borçluyum, bir neçə söz deyim. Bugün başta icra hikməti, yasalarla icra hikməti olmaqla, başta məktəbi direktörü olmaqla, elə bir gözəl tədbir keçirildi. Hətta mən deyərdim ki, orada çıxış edən orada körpə balalarımız, istər oğlanlar, istər qızlar, hər birisi Azərbaycanın Mədəniyyət İncəsənət Universitetinin adı ən azı onların elədi ki, böyük nəğrılıdır. İstəyirəm ki, burada nə qədər məşqlər keçir, məşqlər. Nə gözəl kompozisiyalar hazırlayıblar. Mən bir daha çıxışının sonunda Allah'tan Azərbaycan xalqına səbir diləyirəm. Ona görə ki, ən azı 30 şəhid vermişik. Polad Həşimov kimi, Faik qardaşımız kimi, Faik balamız kimi, belə 30 mindən çox biz müqaviz İbrahimov kimi indi qəhrəmanlar yetişdirmişik, şəhidlər vermişik. Allah tərəfindən rəhmət eləsin. Və bugünkü tədbirimizdə də istər burada kədərlənirik, həm də biraz sevinirik. Sevinirik ona görə ki, bugünkü tədbirdə əziyyət çəkənlər, bu məktəb mən hiss elədim ki, gözəl bir kollektivdir. Yəqin ki,
şəhid qardaşlardan burada hər gün başını qaldırıb onun güclü önündən keçəndə, onun adını, familiyasını görən şagird özündə bir güc hiss edəcək, məsuliyyət hissi ilə yanaşacaq. İstər dərslərinə, istər də ki, gündəlik ictimai fəaliyyətinə. Arzu edirəm ki, məktəbin kollektivi, müəllimləri başda olmadan bu məktəb həmişə şagirdlərinə öyüsün, qəhrəmanlarla öyüsün və ali təhsil ocaqları hamımızın qapısını açılsın. Sağ olun. Minnətdarım. Teşekkür ederim. Kimse söz buyurun. Söz buyurmak istiyor. Salam, hörmətli qonaqlar. Xoş gəlmişsiniz, buyurun, paylaşımla. Toplaşmışıq. Bəli, bugün bizim Tayyip balamızın 50 yaşı tamam olur. Onun mövzudakı ad günü mübarək olsun. Tayyip igid, qəhrəman bir evlad idi. Bəli, anasının fəxri idi, başının tacı idi. Elə tərbiyə almışdı, vətənpərvər, vətənini sevən, anasını sevən bir evlad idi. Bəli, o vətənin ağır günündə getdi, öz canını şəhidlik zirvəsinə yüksəldi. O vətəninə görə, anasına görə, bacısına görə, xalqımıza görə. Bəli, bu illəri 75-ci ildə, 1975-ci ildə anadan olan evlatlarımızın, şəhidlərimizin 50 yaşı tamamdır. Ruxsar Hanım, mən sizə birinci səbir gözüm açmışam. Sizə mən çox sağ ol deyirəm ki, elə igid, qəhrəman bir evladın anasısınız. Həmişə başınızı uca tutun. Həmişə başınızı təxir edin ki, siz Faik kimi bir evladın anasısınız. Faikin adı gələndə, şəhid adı gələndə hamı ayağa dönür, hamı təxir edir ki, bir şəhidin anasına hörmət elədir. Bəli, bu yaxınlarda mən özüm də 1993-cü ildə 18 yaşında Ağdamı Şehirli kəndində şəhid olan Əliyev Elşadın anasıyam. Bəli, bu il mənim də evladımın 50 yaşı tamam oldu. Mən də onun bu 50 yaşını, onun oxuduğu Politexnik Universitetində böyük bir tədbir keçirdi. Hamı da iştirak elədi. Tərvanə müəllimə, bizə nə lazımdır? Biz də analara. Ancaq diqqət, düzdürmü? Mən bugün sizin buradakı bu balalarınızın çıxışına baxdım. Hər il mən buraya sevə-sevə gəlirəm. Çünki sizin doğrudan da kompozisiyalarınız çox gözəl olur. Çox. Mən bu balalara bir ana kimi öz minnətlarımı bildirirəm. Çox sağ olun. Siz o Faik Rızayevin adını belə fəxrlə çəkirsiniz. Onun oxuduğu məktəbdə oxuyursunuz. Siz çox şanslı evlatlarsınız. Allah sizləri qorusun. Allah sizə. Siz də böyüyün, o balalar kimi orta məktəbi əla qiymətlərlə tutarlar. Yaxşı bir işlərin başında olun. Həmişə də deyin ki, bəli, biz Faik Rızayev adına 150 nömrəli məktəbi bitirmişik. Görün, igid, qəhrəman bir şəhidimizdir. Bəli, mənlə bu günləri Tərvanə müəllimə bura, mənim həmişə bizim şəhid ailələrinin yanında olan bizim xeyirxah qızlarım gəlir. Raziyə xanım, Arzu xanım, Leyla xanım, mən istəyərdim onları da dəvət edeyim bura. Onlar da bu ürək sözlərini bilsin, çünki onlar daim şəhid ailələrinin yanındadırlar. Xahiş edirəm mənim gözəl balalarım, bir dəqiqə bura gələrdir. Tamamlayıram. İki doğrularının ruhuna istimrarı ehtiramla başlayıram. Her zaman tedbirlerde çalışırım ki İgiz okullarımızın karşılaşma ihtiramla yad eder. Buradan yasalarların icra hakimiyetinin bütün muayenelerine teşekkür ederim ki onu diyebilirim ilk önce ben yazaran yazdığım kitapların teklimatına her zaman yasalarların icra hakimiyetinin teşekküsüyle ilerine ederken size kapılarınıza açık olun. Ben buradan eşatlarına ve sizden her birine bir minnettarlığımı bildiririm. Bugün de isteğilerimi ki Tervanə Hanım size öz adımızdan teşekkür ederim. Her zaman vətən sevgisiyle, şahitleri yetiştirdiğimiz için, vətənə olan məhəbbətinizlə, bak bu körpə planlarınızı gələcəyə yetiştirdiğiniz için ben size teşekkür ederim. Vətən sevgisi ilk növbə məktəb
yerdən başlayır. Biz elə orta məktəblərimizdə qələm alanda yazmağı, oxumağı, ana vətəni sevməyi sizlərdən öyrənmişik. Hər zaman sizlərə minnətdarım. Uğur yolu güvenilir daha sayda adından mən sizə təşəkkür edirəm. Hoş gördük. Bütün qonaqları sağlayırlar. Başqa şəhid ailələri olmaqla, Sərvan xan, əlbəttə gördüyünüz əmək göz qabağındadır. Vətən sevgisi məktəbdən başlayır. Əziz uşaqlar, mən bugün sizin tarixinizə bir öz tarixini salmaq istəyirəm. Mənim partiya yoldaşım 11 il bir partiyada əyləşdiyim Əliyev İlşad, Ağdam rayonu Şəhərli uğrunda gedən döyüşlərdən 1993-cü ildə qəhrəmancasına şəhadətə qovuşdu. Baxın, amma bugün bizim 50 yaşımız var. Biz o illərin uşaqları müharibənin şahidləri olmuşuq. Amma vətən sevgisi bizə 20 yanvar bölgələrdə, Sumqayıt şəhərində, Bakı şəhərində şəhadətə qovuşdu. O onlar ki, vətən məni çağırır deyə silaha sarıldı və vətən torpaqlarını işğal etməsinlər deyə şirin canlarını həda etdilər. Amma bugün Elşadların, ilhamların, faillərin qisasını, 44 günlük vətən müharibəsinin qəhrəman oğulları aldılar. Onlar qisası qiyamətə qoymadılar. Əlbəttə, mən gənclərə arzu edirəm ki, vətənpərvərliklərini hər zaman qorusunlar və şəhidlərimizi yaşayıb yaşasınlar. Deyəndə ki, hansı məktəbə bitirmişsən, əlbəttə ki, 150 sayılı demirlər. Artıq şəhidin adını deyib o məktəbi xatırladırlar. Bunun özü böyük bir qürurdur. Bizim duruq yerimiz məhz o şəhidlərimizdir ki, hər zaman onların adını çəkməkdən qürur duyuruq, fəxr edirik. Bugün biz Ruxsarə xanım, sizin oğlunuz Fərqin oxuduğu məktəbdəyik. Əlbəttə ki, kollektiv çox sağ olsunlar ki, belə bir kompozisiyalar hazırlayıb, təqdim etdilər. Onların nə qədər ürəkli, nə qədər vətən dolu olduqlarının şahidi oldu. Biz sizə təşəkkür edirik Fərqin xanım. Ruxsarə xanım, sizi burada etmək istəyirik. Bugün 50 illik yubileyinə toplaşdığımız fail, əzizimiz, dəyərlimiz, hiç zaman unudulmayan şəhidimiz sizin qollarınızın arasında olur. Sizin sinənizdə böyüyüb oğul və qəhrəman olur. Biz sizi təbrik etdik. Failin cənnətdən göndərdiyi kiçik bir hədiyyəni sizə etmək istəyirik. Çünki həyatda 50 yaş dövrün belə gözəl anlarıdır ki, onun herkes ister ki yaşasın. Ne yazık ki bugün aramızda olmasalar da ruhlar bizimlerdir. Ruhları şahtır ki onlar bu yıl tərtərəflə can doldururlar. Bilərdim ki eğer bir qəhrəman yıllar önce Tek ailesi tarafından tanınırsa ama bugün bütün Azerbaycan tanıyor onları, yad eder, hatırladır. Yaşadı ve yaşadacak. Bak yetişen o gençliği sayesinde. Ben sizi tebrik ederim. Ona göre ki sizin oğlunuz bir kahramandır ve onun mekanı cennettir. Teşekkür ederiz ki teşkil ettiler, sağ olsunlar rəhbərliyə teşekkür etmek istəyir. Deyərdim ki herkes bugün faili deyib bura gəlir. Bugün failin en güzel günüdür. Gününüz mübarək deyirəm. Sağ olun. Ben de burada bütün tercih işlemcileri tamamlayalım. Burada şehir anaları var, şehir analarının karşısında şehirler, onların karşısında danışmak çok şartlı. Bu naklarında bulan manzaraları tamamlayalım. Sonra ne diyebilirim, çok danışmak ben de bu borç olduğuna bu süre yaşayan müddetçe ülkeyi Azerbaycan'dan görüyoruz ve her zaman geldiğinde bizde borç veren şehir analarının
Buradan ziyaret etməyinizə qazilərimizə, burada qazi qardaşlarım oturur, hər birini salamlayırəm, hər birisinin qarşısında daşıyıram. Şəhidlər, qazilər bizim başımızın tacıdır. Allah görürsün, sizlərlə Fərhanat xanım, təşəkkürümüzü edirəm, gözəl belə təşkil edirsin, tədbir təşkil edirsiniz. Allah sizlər razı olsun, bizlə bir bayramda hədiyyəmiz var. Bəli, Leyla xanım haqqında bir-iki kəlmə demək istəyirəm. Vətənin ucu bucağı bilinmir. Vətən sevdalısı olan hər kəs harda olmandan asılı olmayaraq vətənini sevir və ona xidmət edir. Leyla xanım Rastov idarəsində yaşayır, 27 ildən artıqdır və hər gəlişində şəhid analarını ziyarət edir, məzarlıqları ziyarət edir. Leyla xanımın xidməti qanılmazdır. Leyla xanım bilirsiniz, özünüz hal-hazırda gedən Ukrayna müharibəsində şəhid olan bütün Azərbaycanlarımız ki var, onların dəfnində yüksək səviyyədə xidmət göstərir. Onları Bakıya göndərə bilir, nəşlərini. Və Leyla xanım o qədər vətənpərvər bir xanımdır ki, onun haqqında çox danışmaq olar. Hər gəlişində də anaları ziyarət edib onlara kiçik də olsa bir hədiyyə verir, hədiyyənin böyük kiçik olmur. Amma anaları simvolik bir hədiyyə ilə mükafatlandırır hər zaman. Çünki hər bir ana başındakı qara yaylığı götürür, Azərbaycanın milli mental dəyərlərinə uyan milli təlavayımızı hədiyyə edir.